Herkesten xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Üçün şad xəbərlərlə dolu yeni gündəmi təqdim edirik. Prezident İlham Əliyev tərəfindən təhsillə bağlı mühüm fərman imzalanıb. Bu dəyişikliklər təhsil sahəsində yeni imkanlar vəd edir. Ölkədə bəzi şirkətlərin ləğvi iqtisadi mühitin sağlamlaşdırılmasına yönəlib. Daşımalarda tətbiq ediləcək yeni tələblər xidmət keyfiyyətini artıracaq. Həmçinin yeni qadağalar və qaydalar vətəndaşların təhlükəsizliyini gücləndirməyi hədəfləyir. Bizi izləyin, ən vacib xəbərləri ilk siz öyrənin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib. Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı hökumətinə bildiriş göndərməlidir. Azərbaycanda 3 lizinq şirkəti ləğv olunduğunu elan edib. Nocoment az xəbər verir ki, M Lizinq MMC, Universal Lizinq MMC və NM Lizinq MMC-nin kreditorları 2 ay müddətində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, Azəmin 69 ünvanına təqdim edə bilərlər. Qeyd edək ki, hər 3 şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb və hər birinin nizamnamə kapitalı 20 manat təşkil edir. M Lizinq MMC-nin qanuni təmsilçisi Elxan Həşimov, NM Lizinq MMC-nin Zahid Heydərov, Universal Lizinq MMC-nin isə Anar Nəcəfzadədir. Prezident İlham Əliyev avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliyi təsdiqləyib. Yeni qanunla ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Belə ki, ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası, rayonlararası sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq. Maraqlıdır, bəs görəsən sözügedən istiqamətlər üzrə sığortanı kimlər əldə etməlidirlər? Bakıpostas xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspertlər qrupunun üzvü Emil Ağabağırov Oxuaza açıqlamasında xəsarət anında şəxslərin ödəniş ala bilmələri üçün sığortanı nəqliyyat vasitəsinin sahiblərinin əldə etməli olduğunu bildirib. Onun sözlərinə görə, əgər qeyri-hüquqi şəxs olarsa, sığortalar şirkət rəhbərləri tərəfindən alınmalıdır. Sığorta üzrə ödənişlərə gəldikdə isə bildirilib ki, avtomobilin icbari sığortası avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növüdür və Azərbaycan Respublikasını əhatə edir. Bu sığorta növü minik maşınları, yük avtomobilləri, avtobuslar, ağır texnikalar, traktorlar, qoşqular, tramvay və trolleybuslara şamil olunur. İstər avtomobildə, istər yol kənarında olan bir şəxs xəsarət alar və ya dünyasını dəyişərsə, maksimum 5000 manat ödəniş edilə bilir. Habelə ümumi sağlamlığa görə təminat isə 50.000 manat təşkil edir. Şəxs dünyasını dəyişdiyi halda birinci dərəcəli ailə yaxınları 5000 manat ilə, ağır və yüngül xəsarət almasından asılı olaraq isə müxtəlif məbləğ ilə təmin olunurlar. Sərnişinlərin fərdi qəza sığortası da icbari sığortaya aiddir. Bu yalnız quruda istifadə olunan avtonəqliyyat vasitələri deyil, eyni zamanda dəmiryolu, hava nəqliyyatı, su nəqliyyatında oluna bilər. Qeyd olunan sığortada da əmək qabiliyyətinin itirilməsinə, habelə müəyyən xəsarətlər aldıqda şəxsə ödənişlər olunur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə işçilərə iş vaxtı və iş yerində baş verəcək hadisələrə təminat verilir. Bu sığortanı əldə edən şəxs əmək qabiliyyətini müvəqqəti itirərsə, aylıq müvəqqəti kompensasiya və ya bir dəfəlik müxtəlif məbləğdə kompensasiya ilə təmin edilir. Digər məsələ isə bu sığortaların əldə edilməsinə qoyulan məcburiyyətin gediş haqqına təsir etmək ehtimalıdır. Bununla bağlı Oxu Azın sualını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qanunvericilikdəki dəyişikliklər sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədini ehtiva edir. Burada daşıyıcı şirkətlər üzərinə, həmçinin sərnişindaşımada çalışan sürücülər üzərinə müəyyən vəzifələr qoyur. Sərnişin daşınırsa, həmin nəqliyyat vasitəsində daşınmaya görə sığortalanmalıdır. Daşıyıcı şirkətlər sərnişinin sığortalanmasını həyata keçirməlidirlər ki, hər hansı qəza baş verdikdə zərər çəkənə ödənişlər edilsin. Eyni zamanda daşıyıcılar qarşısında tələb qoyulur ki, sərnişindaşımada fəaliyyət göstərən sürücülərin də sığortalanmasını həyata keçirsinlər. Sürücülər iş prosesində zərər çəkərlərsə, xəsarət alarlarsa sığorta ödənişləri olunur. Bu dəyişikliklər tarifə bağlı məsələlər deyil. Ona görə də qiymətlərdə hər hansı dəyişiklik olacağını düşünmürəm. Habelə burada əvvəldən olan bir qayda var idi. Hazırda onun üzərində tələb müəyyən edilib ki, sürücülər daşımaya çıxmazdan öncə tibbi müayinədən keçsinlər. Artıq bu müvafiq dövlət qurumlarına şərait yaradır ki, lazımi vaxtda monitorinq həyata keçirsinlər. Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Publika az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi tütün və tütün məmulatı haqqında qanuna dəyişiklikdə qeyd olunub. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar bir dəfəlik kartriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən, tütün qarışığından və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır. Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.